etdir. Və məsələn, o Qarabağdakı separatistləri təşviq edəndə siz vətəndaş gündürdünüz. Montaj videolardır, onu açıqlamalı. Dağlıq Qarabağda Arsaq Respublikasının, bəli, o respublikadır. İstəsək də, istəməsək də, tanınsa da, tanınmasa da artıq respublika kimi nazirlikləri var, prezidentləri var, parlamentləri var, müdafiə naziri var, hərbiçiləri var, 17 min hərbiçi var. 17 min erməni hərbiçisi var orada. Arsaqla bağlı çıxışımı montaj edib, yalan böhtan onu ora, bunu ora qoşub yalan bir video hazırlamışdılar. Onu belə sual verdi mənə. Deməli, Real televiziyası. Eyni zamanda cənab Hacıyev də mənə elə onunla bağlı, Arsaqla bağlı bir soruşdu, sual verdi. Yenə mən dedim ki, bu montajdır, mən bunun açıqlamasını vermişəm, geniş videonu göstərmişəm, yalandır. Həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Yəni, mən o statusda yaşayan insanlara səmimi deyirəm, ən yazığı gəlir. Düzdür, Allahın yazığı gəlsin. Amma bunu mən bir bədbəxtçilik sayıram.